Mesela mən razıyam, ona görə razıyam ki, komandaların baxımından, sırf oynanan futbol baxımından, təşkilat baxımından, yəni təhlükəsizlik qaydalarına riayət olunur. Oyunlarda həkim var idi. Yəni bu baxımdan mən razıyam. Mən də eynən təşkilatçılıq tərəfindən razıyam. Bir də ki, baxmayaraq ki, ilk dəfə keçirilirdi, çempionata olan maraq və orada hətta heç yarım final, final da qoyaq bir tərəfə, qrup mərhələsində olan oyunlara nə qədər kənardan azarkeşlər gəlib dəstək olurdular. Ümumi ab-hava, təhlükəsizlik tərəfi təbii ki, o da var. Təşkilatçılıq tərəfinə görə mən razıyam. Mən də o sırf söhbət tamaşaçıların gedəndə, tamaşaçı baxımından mən də razı qaldım. Müəyyən komandalar var ki, orada yetəri qədər düzdür, komandaları olmasa da, amma ona baxmayaraq, məsələn, adətən görmüşük, güclü komandanın yaxşı azarkeşləri olur, amma komanda olmasa da belə yaxşı azarkeşlər var idi. Hətta nəyə qeyd eləyərdim ki, bizdən əvvəl orada da nəsə çempionat keçirilir, bilmirəm heç kölgəyə salmaq istəmirəm, amma o çempionat keçiriləndə, ora gələndə, məsəl üçün 5-10 nəfər azarkeş baxırdı, amma bizim çempionat başlayanda, adi oyunlarda onda, hətta bəlli olanda ki, bu rəqib çox güclüdür, bir komanda çox güclüdür, o birisi biraz zəifdir. Yenə də həm də digər o bizdən əvvəlki çempionatda iştirak edənlər də qalıb o oyunlara baxırdılar. Yəni görünürdü ki, həmin çempionata maraq qata biliblər və yəni kənardan bu çempionat haqqında danışırdılar. Mən belə deyim, Kapital Bank haqqında çox eşitmişəm. Bütün çempionatlarda yüksək səviyyədə çıxış eləyirlər, güclü komandadılar. Amma indidən belə bir fikir formalaşdırmaq düşünürəm ki, düzgün deyil. Və ən əsas birinci səbəbdir bundan. Çünki Kapital Bank 1-ci Qarabağ dirçəlişdə iştirak etməyib. Mən də qəti razı deyiləm. Biz onlarla bir neçə dəfə yoldaş görüşlə oynamışıq. Ümumiyyətlə, futbolda belə bir şey var ki, yəni məğlub edilməyəcək komanda yoxdur. Ona görə də yəqin ki, bu yayımlananda ola bilər ki, orada bəzi dostlarımız var. Bunu bir mənalı qəbul eləməsin. Amma yenə deyirəm, yəni mən onları o qədər də güclü saymıram. Okey, mən də razıyam ki, favorit ola bilər. Yəni misal üçün keçən çempionatda da favorit bilirəm ki, Sokar həmişə, yəni qatıldığı bütün çempionatlarda favorit sayılır. Amma bizim prizmadan baxanda İriyanı misal üçün heç kim finalda gözləmirdi. Ona görə əvvəlcədən demək, orada müəyyən bir komandalar var idi. 3-4 komanda, təbii ki, Sokar da oradaydı. Favorit sayılırdı. Yəni biz hətta finala gələndə də orada da çox komandalar deyirlər ki, yəni biz gözləmirdik ki, gəlib finala çıxa bilərsiniz kimi belə olurdu. Ona görə öncədən, okey, belə deyim, müəyyən bir proqnozlar vermək olar ki, Kapital Bank favoritlərin arasındadır, güclü komandadır. Gedib hətta finalda oynaya bilər, uda da bilər. Amma qətiyyətlə demək ki, Kapital Bank həm ikinci çempionatın qalibi olacaq, məncə düzgün bir deyil. Razı deyiləm. Çünki niyə razı deyiləm? Əlbəttə ki, fair play var, dostluq münasibəti var. Gəl belə danışaq da, məsələn, keçən il biz final oynamışıq, ondan sonra bir neçə dəfə görüşmüşük, münasibətimiz də var. Çox şükür, yaxşı münasibətimiz var. Amma bu o demək deyil ki, mən meydansıda çıxıb hardasa, nəyəsə güzəşdirəcəm. Mən onu eləməyəcəm. Oyunla razıyam. Və mən belə deyim də, indi tanıyanlar, bilənlər bilir, mən məsələn müdafiəçi oynayıram və sərt oyunu sevirəm. Yəni mənim doğma qardaşım belə gəlsə, mən çempion olmaqdan yana heç kimə güzəşt eləmərəm. Okey, super. Məncə burada sırf oyunun gedişatında olan qobudluq oyunda yox. Məncə bu sualı mən belə başa düşdüm, niyə görə tamamilə razıyam. 5-10 dəqiqə bundan öncə finalı müzakirə eləyəndə ki, hakim bu sözü demişdi. Və sən də dedin ki, hə, orada Fərid də gəldi, dedi ki, bəli, qaydalar deyilmişdi. Mən o prizmadan yanaşıram ki, fair play elə olmalıdır və gözləntim də odur ki, mən misal üçün həmin кейsdə olsaydı, qarşı kapitan da hansı ki eşitmişdi ki, bəli, belə bir foul olsa mən qırmızı vərəq verəcəm, onu təsdiqləməli idi. Yəni mən o prizmadan fair play ki, ədalətli, həm də xeyriyyə məqsədlidir.
xeyriyyə məqsədli olsa da, olmasa da, yəni ümumi olaraq fair play-ə riayət olunmaz. Təbii ki, oyunda jostki oynamaq olar və belə deyim, nə qədər oyunlar var idi, orada travma alanlar, bizim öz əsas heyətdə oynayan bir neçə dənə oyunçu, səhv etmirəmsə, yarım finalda hətta, yarım finaldan qabaq da zədələndilər oyunda. Çox kobud şəkildə onları zədələdilər. Yəni bu oyundur, hər şey ola bilər. Yəni kobudluq da ola bilər, cərimə də ola bilər və s. Amma ədalətli və fair play-ə riayət olunması məncə düşünürəm ki, mütləq şəkildə olunmalıdır. Riayət olunsun. Sualda bir məqama toxundu. Arzu ki, sırf qələbə üçün, qələbə naminə. Mən də razıyam. Fair play-ə riayət eləyək. Amma mən sırf sərt oyun prizmasından baxıram. Yəni mən onu heç kimə keçmərəm də. Yəni fair play məsəl üçün deyirəm. Fair play oyunçunu məsələn arxadan vurmaq olmaz. Oyunçu keçibsə, amma yəni mən onu buraxmaram da. Yəni mən də biraz düşünürəm mən ki, onu buraxmaram. biz bu mən qırmızı bahasına da belə olsa, oyunçunu buraxmaram. Okey, ola bilər burada fikirlərimiz fərqlənir. Çünki futboldur, təbii ki, adrenalin, emosiyalar, hamı qalib olmaq istəyir. Onu mən deyəcəydim. Sırf xeyriyyə turniri olduğunu meydançıda artıq unudursan. O qədər ki, oyuna köklənirsən. Təbii ki. Orada xeyriyyə turniri yada düşmür. Onun futbol olduğunu və məcbur qalib gəlməlisən, o hissi var ha. O hiss artıq adamı üstələyir. Razıyam. Ona görə də bəzi şeylər orada yaddan çıxır. Amma o fikrindən razıyam. Axırıncı finalda o sırf sənin bildirməyin ki, hakimlər əvvəldən bunu demişdi, öz komanda yoldaşları bu deməyin. Bu ədalətli qərar idi və fair play-in bariz nümunəsi idi. Mən qəti razı deyiləm. Biz də bu futbolun içindəyik. Biz deyəndə mən Sokarını da tuturam. Bizim də peşəkardan bizim rəhbəri həmişə deyirik, peşəkardan nəyimiz geri qalır ki? Həftədə 3 dəfə məşqimiz var, həftədə 2 dəfə oyunumuz var, həkim var, 2 dənə peşəkar məşqçimiz var, hansı ki, peşəkar səviyyədə məşqçilik keçirlər, sonra da gəlib bizə məşqçilik. Biz bu futbolun içində olduğumuz üçün bəzi şeylərdə, bəzi nüansları görürük, bilirik. Bu bizim qürur mənbəyimizdir, komandamızı özümüzdə şəxsən. Mən özüm finalda iştirak eləmişəm, milli komandamızı dəstəkləmişəm. Yaxşı dostlarımız var, məsələn, Ramiz Çovdarovdur. Yəni, amma mən o fikirlə razı deyiləm də. Bax, birinci məqam odur ki, biz ev sahibi idik. Ev sahibi bu futbolda həmişə belədir də. Ev sahibi həmişə 1-0 öndədir. Ona görə də mən ondan razı deyiləm. Bəli, uşaqlar əzmkar oyun nümayiş etdirdi, ev sahibi olduğu üçün daha yaxşı oynadılar. Amma biz mini futbolun Braziliyası yox, qəti razı deyiləm. Okey, mən belə deyim də, bilirəm, məlumatım var. Yaxından izləməmişəm, oyunları çox baxmamışam. Amma təbii ki, qürur vericidir. Bir dünya çempiondular, ev sahibi idilər, bu müamillər var. Amma ümumiyyətlə ümumi götürəndə ki, yəni biz futbolda Braziliyaya anlayışını eləyəndə oyuna mən razı deyiləm. Amma ümid eləyirəm ki, yaxın bir zamanda bunun tam əksin deyə bilərik. Yaxın bəlkə 5-10 ildən sonra. Amma indiki məqamda hətta mini futbol üzrə dünya çempionu olmağımızı, futbolda Braziliya olmağımız anlayışın üst-üstə heç öz belə deyim də qoya bilmirəm. Ona görə yenə də deyirəm, çox o qədər də yaxından izləməmişəm, təəssüflər olsun ki, amma ümumi götürəndə düşünürəm ki, yox, razı deyiləm bu fikrimlə. Mən bir məqamda qeyd etmək istəyirəm ki, ümumiyyətlə bizdə, bizim ölkədə mini futbol çox inkişaf eləyib. Çünki bu əvvəldən var idi. Mini futbol deyiləndə nə yada düşür? Yəni bu futzalla böyük futbolun qarşılığı. Hal-hazırda da orada keçmişdə peşəkar futbolçular var, hansılar ki oynayırlar, elə biri Ramiz Çovdarov olsun, çoxdur orada Xətai olsun. Dediyim odur ki, yəni qəti razı olmamamın əsas səbəbi odur ki, biz mini futbol dünyanın Braziliyası o fikirlə razı deyiləm. Yoxsa komanda olaraq bizim milli komandamız güclüdür, yaxşı oyunçular malikdir. Və nəzərə alsaq ki, bugün həqiqətən mini futbol bizim ölkədə çox inkişaf eləyib. Mən o barədə çox adamlarla müzakirə edirəm və fikir alıram. Baxıram ki, həqiqətən də bizdə həm diqqət olaraq, həm
peşkarlıq olaraq ölkə çempionatının olması bunda böyük rol oynayır. Güclüdürlər. Amma ən güclüdürlər, qəti razı deyil. Rəqib olaraq mən birinci cavab verim. Tamam. Tamamilə razıyam. Fikrini bildirdiniz. Amma Fərid bəy, mən razı deyiləm. Nəyə görə razı deyiləm? Əslində qalsa, həqiqətən də başa-baş oyun gedirdi. Həqiqətən də İriyadan belə deyək də, gözləmədiyimiz qədər yüksək performans gördük. Həqiqətən gördük ki, daha çox istəklidirlər. Əvvəlki oyunlara nisbətən daha yaxşı oynayırlar. Yəni biz gözləmədiyimiz rəqibi meydançıda gördük. Amma mən nəyə görə razı deyiləm? Çünki İriyanın səhv eləmirəmsə heyətində heç 15 nəfər oyuncusu yoxdur. Yox, var idi, heyətdə var idi 15 nəfər. 15 nəfər var idi. Həmən vaxt meydançada. Bəli, gəlmişlər. Yox, gəlmişlər. Çünki bizim Sokar olaraq bizim əvəz olunan oyuncularımız da yəni meydançaya daxil olanla çıxanın arasında elə bir böyük fərq yoxdur. Amma İriyanı biz bilirdik ki, indi məsəl üçün mən Timanı çoxdan tanıyıram. Qaradağ Böyükbatanı oynayan vaxtlarından tanıyıram. Onu əvəz edə biləcək oyuncu. Onu əvəz edə bir oyuncumuz yox idi. Məsəl üçün oyuncunun adı yadımdan çıxdı. Rasifə əvəz edəcək oyuncumuz yox idi. Amma bizdə məsələ daxil olanla çıxanın arasında əlbəttə ki, fərq var. Yox, təbii ki. Məsəl üçün Rəhmanın dəyişəcək bir oyuncumuz, Rəhman səviyyəsində oynayacaq oyuncumuz olmasa da belə, amma ona yaxın bir oyuncumuz var. Amma sizin o cəhətdən elə bir şansınız yox. Heyət baxımından başa düşürəm. Hazırlıq yanaşması, hətta belə deyim, qrupa səhv etmirəmsə atmışsınız, yoxsa oyundan qabaq çəkilişlər falan oldu. Siz necə hazırlaşıb gəlirsiniz? Biraz bu istiqamətdə o hazırlaşmaq mərhələsində razıyam, amma burada mən niyə görə tamamilə razıyam? Düşünürəm ki, o İriyadan gözlənilməyən bir oyun. Mən ümumiyyətlə tək İriyadan yox, kənardan da hamı Sokarı əvvəlcədən favorit görürdü və hətta finalda da. Amma qırmızı alandan sonra belə, yəni bizim komanda oynadı, hətta Tima dedi, son dəqiqədə Tima o boş qapıya yaxın bir ərazidə vursaydı. Son dəqiqə idi və Həsən ştanqanın dibindən qaytardı. Həqiqətən də o top girsə nə olacaqdı? Sonrası ona görə, amma o belə deyim də, indi biz finalı uduzmuşuq, amma istər-istəməz orada adamda indiyənə kimi hamıda qalıb. Qırmızı olmasaydı necə olardı? Qırmızı olmasaydı necə olardı? Ona görə düşünürəm ki, adam fikirləşir, qırmızı olmasaydı biz udardıq. Mütləq biz udacaqdıq. Təbii ki, yəni mütləq heç nə bir şey dəqiq nəyisə proqnoz eləmək. Bəlkə də qırmızı almasaydıq ola bilər 2-0 olardı. Hər şey ola bilər. Oyunu o qırmızı alıb Sokarın ki, vaxt bizdə də az qalıb və belə saxlayaq bir yanaşması da var. Bəlkə qırmızı olmasaydı daha aqressiv hücuma eləyərdi və s. Yəni olan oldu, yəni belə deyək də qırmızı alındı və nəticə etibarilə biz ikinci olduq. Amma yenə də deyirəm, biz orada həmin gündə olsa ondan sonra da çox düşünürdük ki, qırmızı olmasaydı biz udardıq və s. Çünki görünürdü ki, rəqib elə bil bizdən bu oyunu gözləmirdi. Yəni elə bil həqiqətən gözləmirdik. Amma biz sizin komandaya heç də zəif baxmamışdıq və hətta deyim ki, bilmirəm məlumatınız var ya yox, hətta təşkilatçının bilmirəm xəbəri deyəsən demişdim. Biz oyundan bir gün əvvəl komandanı belə deyək də zbora aparmışdılar və heç kim evdə qalmamışdı. Hamı zborda qalmışdı və orada da söhbətlər olmuşdu. Videorolik məşqçilər tərəfindən göstərilmişdi ki, yəni İriya necə oynayır, biz necə oynayacağıq. Yəni peşəkar səviyyədə hazırlaşmışdı. Görünürdü. Meydançaya həqiqətən çıxanda artıq gördük ki, rəqib düşündüyümüz rəqib deyil. Heç də asan da olmayacaq və heç də asan da olmadı. Heç kim deyə bilməz ki, o son dəqiqədə dediyimiz kimi Timanın vurduğu və Həsənin qaytardığı o top girsəydi nə olacaqdı? Qol olsaydı nə olacaqdı? Məlumatlı sualdır.
Fərid bəy, qəti razı deyiləm bölməsinə qoyduğu üçün istəyirəm mən cavab verəm. Mən Azərbaycan İdman Akademiyasını bitirmişəm, futbol fakültəsini bitirmişəm və belə deyək də, futbol olaraq peşəkarcasına yanaşmışam və vaxtı ikən həqiqətən yaxşı oynamışam, pis oynamamışam. Bizim qrupumuza 82-lər qrupu deyildilər, mən 82 təvəllüdüm. Və 82-lər qrupunu sadalasaq, bir yerdə oynadığımız, bir yerdə oxuduğumuz futbolçulardan biri Rəşad Sadıqov idi. Siz fərz eləyin ki, bugün Azərbaycan futbolunun ən tanınmış 3 dənə siması varsa, Rəşad Sadıqovdur, yaxın keçmişdi. Biz onunla bir yerdə oynamışıq. O vaxtlar o elə müdafiəçi oynayırdı, mən hücumçu oynayırdım və mən deyərdim ki, heç də asan da olmurdu. Mənim ona qarşı oynamağım, onun da mənə qarşı oynamağım. Zirə Futbol Klubunun idman direktoru var idi, Seyid, oydu. Zirə Futbol Klubunun prezidenti var idi, Vüqar, oydu. Rəşad Sadiqov idi 82-lərin içində. Yəni, çox yaxşı futbolçular var idi. Həmən ərəfədə bir zədə almağım, bir də Azərbaycan futbolunda çox pis vaxtda düşmüşdü. Yəni, inkişaf bu boyda deyildi, diqqət, qayğı bu boyda olmadığına görə peşəkar futboldan uzaqlaşmalı oldum. Amma əminəm ki, bugünkü gün göstərilən diqqət, qayğı, bugünkü gün olan bu şərait olsaydı, mən rahatlıqla oynayardım. Okey, mən niyə görə belə dedim? Futbola həmişə uşaqlıqdan marağım olub, həm baxmağa, həm oynamağa və s. Amma belə deyim də, heç vaxt xəyal eləməmişəm ki, professional futbol, nə məşğul olmamışam, nə xəyal eləməmişəm ki, futbolçu olum. Yəni ona görə əgər yəni sizi tamamilə başa düşürəm, başlamısınız, olub, müəyyən bir karyera olub, ona görə nəsə başqa cür olsaydı indi milli, amma mən əzəldən, yəni belə deyim, özümü futbolist kimi karyeramı, yəni gələcəyimi heç vaxt belə deyim, arzulamamışdım. Çox böyük marağım olub, gecə-gündüz oynamışıq və s. Futbola həmişə baxmışam, indi də baxıram, marağım. Amma deyim ki, belə olmasaydı, elə olsaydı mən indi millidə oynayardım. Onunla razılaşamıram özümə qarşı, ona görə tam səmimi deyirəm. Birinci sual edirsən, ikimiz də eyni seçdik, yoxsa var idi? Seçmişdik. Hə, ola bilər. Mən qəti razı deyiləm nəyə görə? Biz, bilmirəm bunu deməyim nə qədər düzgündür. Sokar olaraq hal-hazırda qurumlar arası ulu oyunların xatirəsinə keçirilən qurumlar arası çempionatda da oynayırıq. Və orada çox sərt futbol gedir. Bayaq ikimiz orada söhbət edəndə mən onu vurğuladım. Çox sərt futbol gedir və 5 fouldan sonra cərimə zərbəsi vurulur. Mən elə gəlir ki, Dirçəliş kubokunun üstünlüyü ondan ibarətdir və biz hətta təklif eləmişdik ki, qurumlar arasında bu qayda tətbiq olunsun ki, çünki keçən il ayağı sınan oldu qurumlarda, qolu sınan oldu, tez-tez mübahisəli epizodlar yaranır. Bu da hamısı ondan irəli gəlir ki, meydançada hamı bilir ki, 5 foul yoxdur. Bildiyimiz kimi bu peşəkar futbol deyil, həvəskar futboldur. Hakimlər qeyri-adi nəsə bir epizod olanda sarı kart və ya qırmızı kart verirlər, qalan momentlərin heç birində vermirlər. Mənə elə gəlir ki, Dirçəlişin qaydaları çox yaxşıdır və düzgün qeyd olunur. Tamamilə razıyam, qatılıram. Yəni fikirlərimi söylədiniz. 5 foul məsələsi çox aktualdır və düşünürəm ki, mütləq olmalıdır. Mütləq. Və hakimlər tərəfindən də yanaşmanı, təbii ki, professional deyil, yəni həvəskar liqasıdır və tətbiq olunan qaydalar, ümumiyyətlə şərtlər məncə düzgün qaydada hamısı olunub. Yəni deyə bilmərik ki, bunlar düzgün deyil və yaxud da çox sərtdir. Çox adekvatdır. Baxmayaraq ki, o qaydalardan yarı finalda ən çox ziyan çəkən biz olmuşuq. Umik oynanan oyunda biz
2 dəfə 5 zərbədən sonra qapımıza Ha, cərimə penaltı. zərbəsi vuruldu və ikisi də qol oldu. Amma yenə də razıyam. Düşünürəm ki, bu davam eləməlidir bu Təbii, taktik. təbii davam eləməlidir. Buyur Fərq bəy, birinci sən başla. Nə demək istərdim? Məncə qayıdıram o bayaq ki suala, mən ikinci idi, üçüncü idi fair play məsələsinə. Düşünürəm ki, əminəm ki, çox maraqlı çempionat olacaq. Komanda sayı səhv etmirəmsə bu dəfə çoxdur ya da yanıla bilərəm. Əsas odur ki, həvəskar liqadır, hamı çempion olmaq istəyir. Burada təbii ki, yəni məsələ maddiyyat, hədiyyə və sair deyil. Təmsil elədiyi qurumu və belə deyim də yüksəkliyə aparmaqdır məsələ. Lakin tövsiyəm odur ki, fair play-ə riayət olunsun. Yaddan çıxarılmasın ki, əksəriyyət mən belə başa düşürəm ki, ora qatılanlar hansı qurumlardır, iş çalışanlardır. Yəni hansısa bir zədə onların iş həyatına böyük bir zərbə gətirə bilər. Yenə də deyirəm, sərt oynamaq olar. Yəni futboldur təbii ki. Amma yenə də bu həvəskar liqasıdır. Burada misal üçün siz dediniz ki, siz məşqləriniz və s. amma hamının yanaşması da elə deyil, hamı elə qatılmır. Yəni orada bizim özümüzdən də götürək, biz təəssüflər olsun ki, həmin çempionatda da çox vaxt imkanlarımız yox idi. İşdən kənar məşq eləyə bilək və s. Bunları hamısını nəzərə alaraq tövsiyəm odur ki, fair play və belə deyim də ümid edirəm ki, bu ikinci çempionatdan sonra bu zədə alan, çempionatı yarımçıq qoyan oyunçuların sayı ümumiyyətlə heç olmaz. Çalışaq ki, olmaz. Mən belə bir fikir bildirmək istəyirəm. Burada Ulu Öndər Heydər Əliyevin bir sözü yadıma düşdü. Sağlam bədəndə sağlam ruh olar. Gəlin unutmayaq ki, bu bir idmandır. Təbii ki. Və ələsus da dediyiniz kimi həvəskar idmandır. Yəni burada oynayanların heç biri peşəkar deyil. Təbii ki. Burada məqsəd nədir? Burada məqsəd bu gün mənim sizlə tanış olmağım, yoldaşlıq, dostluq, iş münasibəti ola bilər. Sabah mən bir başqa qurumda işləyirəm, siz başqa qurumda işləyirsiniz. Bir-birimizə hansısa cəhətdən köməyimiz dəyə bilər. Hansı bir problemim olar, zəng vurub məsləhət ala bilərəm ki, mən bu problemi necə həll edə bilərəm. Mən belə düşünürəm ki, biz həvəskar yanaşanlar bu prizmadan yanaşmalıdır, belə düşünməlidir və çox gözəl vurğuladınız. Gəlin unutmayaq ki, bu xeyriyyət turniridir. Gəlin unutmayaq ki, bu həvəskar turniridir, bir daha vurğulayıram. Bunun sonunda da yəni elə bir qazanacağımız bir kubokdur. Hamı öz-özünə sual versin ki, bir kuboka görə dəyərmi? Təbii ki. Dəyməz. Ona görə də hamıya uğurlar arzulayıram. Rəqibə hörmətlə yanaşmaq prinsipi ilə Əlbəttə ki, hamı rəqibə hörmətlə qatılsın yanaşmaq çempionata. və çempionatın yenə deyirəm, səviyyəsini nəzərə alaraq biz məsələn yenə deyirəm, Sokar olaraq başqa çempionatda oynayırıq, amma sırf Dirçəliş kubokunun, Dirçəliş fondunun keçirdiyi bu çempionatın səviyyəsini görüb turnirdə iştirak eləməyi qərar gəldik. Mənə elə gəlir ki, bu fikrimdən siz də razılaşarsınız. Təbii ki, təbii ki. Uğurlar, fikir. hamıya uğurlar arzulayıram. Uğurlu, zədəsiz bir sezon olsun inşallah. Amin, inşallah.